Hər birinizi salamlayıram. Kanalıma xoş gəlmisiniz. Mən artıq yeni başlamışam kanalımı istifadə etməyə və vloglar çəkməyə. İnşallah ki, xoşunuza gələr və mən də ardını gətirərəm. Bacardıqca maraqlı bir şeylər çəkib paylaşmağa çalışacağım. İnşallah ki, sizin üçün də maraqlı olar. Əgər bəyənsəz, like etməyi və abunə olmağı unutmayın. Dəstəyinizi gözləyirəm qızlar. Və indi evdən çıxmağa hazırlaşıram. Burada başını necə bağladığımı sizə göstərirəm və necə hazırlaşdığımı göstərəcəm. İlk öncə bir neçə paltar giyinirəm. Axır ki, buna qərar verirəm giyinməyə. Bilmirəm, sizdə də həmişə belə olur, yoxsa yox. Həmişə qərar verdiyim paltar qalır qıraqda. Daha sonra ən başqa paltarı giyinirəm. Burada hava çox soyuqdur. Ona görə də bu cür belə qalın giyinirəm əynimi. Və belə uzun yaylıq almışdım. Təzəlikcə ondan istifadə edirəm. Amma çölə çıxan kimi elə o anda hiss edirəm ki, peşman olacağım. Çünki hava çox yağışlı idi. Gəzəndə yaylığım islanırdı və üstüm batırdı çox. Yerdən də palçıq atılırdı. Burada isə aksesuarlarımı seçirəm. Bu aksesuarlara qərar verdim. Axır ki, belə sadə üzüklər seçdim. Və artıq çıxmağa hazıram. Bu il bu tonları çox modadır və mən də bunu çox sevirəm. Qəhvəyi tonu. Burada isə çöldə əgər dodağıma, çünki bilmirəm, tək məndə belədir və yaxud da hamı belə olur. Mən dodağıma nə çəksəm onu artıq evdən çıxanda mənim dodağımda qalmır. İndi isə maşına minirəm və yollanıram. Bugün işlərim çoxdur həqiqətən. Bugün hava çox yağışlıdır. Payızı amma çox sevirəm. Çox qəşəng görünür. Hər yer rəngarəng. İndi mamanı gözləyirəm burada. Buradayız. Artıq evə qayıdıram. Güllərim var. Bugün inşallah bunları yığacağım. Vazaya koyacağım evdə. İndi isə evə gəldikdən sonra sumkamın içini sərgiyə salıram. Çünki hər dəfə fərqli sumka götürdüyüm üçün bilirəm ki, bunları başqa sumkaya qoymalı olacağım. Ona görə də sumkaların içini hər dəfəsində boşaldırım. İndi isə bunlar aşağı, bu aşağı gedəcək. Buradan pomadamı çıxardıram. Yerine koyuram. Bugün buranı sərgiyə salacağım, sizə göstərəcəm. Bu arada bu qarcıroblarımı bugünlərdə sərgiyə salmalıyam qızım. Hər biri alim qarışdırmışam bir-birinə. Sizdə də belədir. Çıxanda bir şey götürürəmsə aləmi qarışdırıram və yaxud da nəyisə qərar verirəm giyinməyə, sonra çıxanda onu giyinmirəm. Başqa bir şey giyinirəm, ona görə də aləm qarışır. Və indi aşağı düşürəm. Bu arada yemək hazırlayacağım mama ilə birlikdə. Və ona qədər də qoymuşam. Bunlar işləsin özü üçün. Çox yaxşıdırlar yəni. Özləri üçün belə ən azından bilirsiniz ki, hər yer təmiz olur.
Sadəcə ortadakı artıq pərdədir, stoldur. Bunları yığışdırıram, qaldırıram hər şeyi kənara ki, bunlar rahatlıqla gəlib təmizləyə bilsinlər. İndi buraları eləyir hər yer. Burada düşünəm, belə düşün. Hem bunları yerləşdireyim. Gəldim qısmaya, mama hal-hazırda ocaq başlayıb. Bu da əti hazırlayıb, mantı hazırlayasıyıq. Bu arada mama kinoya baxa-baxa mantıları hazırlayır. İndi mən yağlayacağım bunu. Liflərini. Duru yağdan istifadə edirəm yağlamaq üçün. Yağladıqdan sonra listi. İndi mən bunları düzəcəm bura. Belə. Çox sıx-sıx düzmürəm ki, bunu bir-birinə yapışmasınlar. Pişəndə yer qalsın bunların aralarında. Bu cür belə. Sonuncunu da koydum. Şimdi bu böyle para gedəcək. Şimdi kızlar evde para olmasın diye bunu biz həyətdə barbeküdə hazırlayırıq buradaki kuxnada. Və indi bura koyacağım bunu. Sonra süzülüb belə içinə. Gördüğünüz gibi bunu buraya yerleştireceğim. Şimdi ise ikincisini yerleştireceğim. Koyacağım böyle bu cür parda pişsin burada. Falan da yapıyor. Gelip bakacağım birazdan. Gördüğünüz gibi havada qəşəng soyuqdur. Tam manta havasıdır. Yağışlı, sərin. Qızlar, hava ilə əlaqədar burada soyuyub deyə belə balaca nə deyirlər buna? Hünürlər çoxalıb. Ona görə həm meyvə qoyan kimi də yığılırlar. Belə labuşqa eləmişik bunlara. Baxın necə qəşəng tutur. Stəkanın içine koyursunuz. Nəsə onları cəlb eləyəsi bir şey bura. Üstünə bu cür setka keçirirsiniz. Streç də eləyə bilərsiniz. Və bir neçə yerindən deşik açırsınız. Onlar oraya deşikdən gəlib girirlər, amma sonra çıxa bilmirlər abratına. Deşikləri çox da böyük eləməyin. Çünki çıxa bilməsinlər. Balaca eləyin. Girirlər içəri, gəzib belə. Amma çıxa bilmirlər. Başları o qədər işləmir. Baxın. Və bilmirəm sizin mamalarınız necədir, amma mənim mamam məsəl üçün nəsə pişirirsə, hər yeri mütləq şəkildə un eləməyi bacarır. İndi mən bura Juliku buraxacağım, yığışdırsın. Yaxşı ki Julik var və mamanın serialları mütləqdir, yəni ki, nə iş görürsə görsün, mütləq şəkildə serial olmalıdır. İndi isə mən nə hazırlayacağım deyim sizə. Xəmir xörəyi olduğu üçün turşu xiyar. Sonra burada təzə eləmişdim. Belə turş baldan ispiri, ondan da çıxaracağım. İndi bu ispiridən bura çıxardacağım. Stolu yavaş-yavaş hazırlayırıq. Və gəldim bu arada, baxın, bu pişməkdədir. Bəh. Çox ləziz görünür. İndi gedirəm süfrəni hazırlayayım. Baxın qızlar, güllər həyətdə əkilmişdir. Daha doğrusu bilmirdik necə güllərdir. Biz bunu yay girəndə əkdik, 2 yay üçün. Sən demə, bunlar payız gülləri imiş. Ona görə də sonra gördük çöldə bunlar çiçəkləyir, yavaş-yavaş çiçəkləməyə başlayır, amma soyuq nəsə biraz pis təsir edir bunlara. Ona görə bunları belə podokонniklər pəncərə ağızlarına qoyduq. Burada var. Baxın, burada başlayıb açacaq böyük ehtimalla. Burada da var.
belə. Ya bu güllər belə açdılar. Çox xoşuma gəldi. Burada bizim hallarda yəni olmazsa olmaz bir şeydə mütləq nəsə bir şey düz olmamalıdır. Yağlarımızdan çıxdı qaldı. Ona görə də tava gücü böyle yandı. Burada yağı eritilmiş mantığın üstüne göre. Şimdi ben burada bende bir tane kurtarıcı bir şey var. Bunu kıskırtacağım. Yine isti olsun tabii ki. Ve birazdan bunu yiyeceğim. Bundan çok rahat olur kıskırmak. Bakıyoruz da şeylerden gördünüz. Yanıb yapışan qazan tavaya görə, yəni ki, çox qəşəngdir. Amma əlcək istifadə edin, yoxsa mənim dırnaqlarımın gününə qalacaq. Əlləriniz bütün yanır, barmaqlarının dibi bununla. Artıq sadəcə mən əlcək istifadə edirəm. Həm də bu çox gözəl parıldadır. Yəni ki, bax, eləsi ki, hər yeni yeyirəm, bol-bol püpüklüyüm. Belə. Tava yeni kimi olacaq. Yoksa bunu temizlemeye çok lazımdır. Bu dirhalarda hem gaz filtresi hem de bu böyle yanan kazanlar kısırılır. Kızlar burada bakın gördüğünüz gibi hayatımızdan bile daha parlak oldu. Çok güzel. Burada hiçbir güçler veremeden sadece hava isti olsun. Veyahut da kazandıysa kazanışlı olsun, küçük temiz olur. Bakalım. Мари смотрит, знаешь что? Слышишь? Evet.